Salam əziz altıncılar. Sizlə biz bugün Şumerlər mövzusunu keçəcəyik. Amma mövzuya keçməmişdən qabaq sizdən kiçik bir xahişim var. Eee, Kanala abunə olsaz, kanalı dostlarınızla paylaşsaz, daha böyük kütləyə çatmağımda mənə dəstək olsaz çox sevinərəm. Bilirsiniz ki, artıq Misir mədəniyyəti mövzusunu mən YouTube-a yerləşdirmişəm. Ümumi tarixdən çalışacağam ki, digər mövzuları da yerləşdirim. Demək uşaqlar, əgər siz tarixi yaxşı öyrənmək istəyirsinizsə, mütləq sizin dəftəriniz olmalıdır. Mütləq özünüzə məxsus qeydləri olmalıdır. Bəzən uşaqlar deyir ki, mövzu çox uzundur, mən onu danışa bilmirəm, öyrənə bilmirəm. Əslində tarix elə bir fən deyil ki, orada cümlə və cümlə əzbərləyəsiniz, hamısını danışasınız. Əgər qeydlər aparsaz, mühüm yerləri öyrənsəz, dərs vaxtı müəllimlərinizin suallarına da cavab verə bilərsiniz, yarışmalarda da aktiv ola bilərsiniz, summativlərdə də sizə kömək olar qeydləriniz. Ona görə də mütləq və mütləq qeyd aparmağı özünüzə vərdiş eləyin. Həm də dərsi öyrənməmişdən qabaq, mövzuya keçməmişdən qabaq, mövzunun qabağında açar sözlər verilib. Həmişə heç olmasa bir dəfə onları ötəri də olsa oxuyun. İki çay arası, Şumer, Mixiyazı, şəhər dövlətlər, Buqal, Zikurat. Yəni siz mövzunun içində bu sözlərə onsuz da rast gələcəksiniz. Keçək mövzunun izahına. İki çay arası ərazinin adıdır. Şumer isə xalqın adıdır. Nəyə görə biz məhz Şumerləri öyrənirik? Çünki Şumerlər tarixdə ilklərə imza atan xalqdır. İlk dövləti quran, idarə etmə sistemi yaradan xalqlardandır. Qədim dövrdə Ön Asiyada Dəcə və Fərat çaylarının arasındakı əraziyə iki çay arası deyirdilər. Yunan dilində isə bu Mesopotamiya adlanırdı. Baxaq görək uşaqlar. Baxın, mən bunu bölsəm Avropa, digəri isə Asiya olacaq. Avropalılar Asiyanın özlərinə yaxın olan hissəsinə Ön Asiya deyirdilər. Məsələn, təxmini bu ərazilər. Yadınızdadır, biz deyirdik ki, Misir fironları Ön Asiyaya uğurlu yürüşlər eləyirdilər. Hansı ki, burada Suriya, Fələstin, Finikiya ərazisi idi. Eyni zamanda Mesopotamiya da Ön Asiyaya aiddir. Bir daha deyirəm. Avropaya yaxın olan hissəyə Ön Asiya deyirlər. Mesopotamiya da məhz Ön Asiyada yerləşir. Baxın, mən bunu elə belə söz olaraq da əzbərləyə bilərdim, amma indi artıq onu dərk eləyirəm. Xəritədə yerini bilirəm. Belə olanda unutmarsınız. İki çay arası isti iqlimə malik ərazi idi. Yayda hətta bəzən istilik 50 dərəcəyə qədər çıxa bilirdi. Bu bölgədə yağışlar az olurdu. Bu bölgədə insan cəmiyyətinin inkişafı üçün möhkəm ağac, daş, zəngin materiallar yox idi. Metal yataqları yox idi. Əvəzində nə var idi burada? Bol-bol günəş istiliyi, bol-bol su, bol-bol gil. Dəcə və Fərat çayları yaz aylarında daşır, ərazinin çox hissəsi su altında qalırdı. Çay öz məcrasına çəkilən zaman yerində qalın gil qatı yaranırdı. Şumer məhz belə bir ərazidə yaşayırdılar. Maraqlı cəhət odur ki, Şumerlər iki çay arasının köklü, yəni yerli sakinləri deyildilər. Başqa yerdən bura gəlib çıxmışdılar. Onlar Neolit dövründə bura gəlib çıxmışdılar. Şumerlərin hardan gəlməsi ilə bağlı iki versiya mövcuddur. İki versiya. Bir versiyaya görə onlar Şimali Azərbaycandan, Cənubi Qafqazdan gəliblər. Digər versiyaya görə isə onlar Mərkəzi Asiya, Altay dağlarının ətəklərindən gəliblər. Şumerlərin soy kökü ilə bağlı belə bir versiya vardır ki, onlar türk soylu olublar. Bunu türk dilində istifadə olunan sözlərlə Şumer sözlərindəki oxşarlıq da göstərir. Baxın, Şumerlərdə tanrı Dingir adlanırdı, qədim türklərdə isə Tengri adlanırdı. Şumerlərdə
Ata ada adlanırdı, ata ata adlanırdı. Baxın, burada həm də gil lövhə üzərində yazılmış mixi yazını görürsüz. Yəni gil çox idi Şumerlərdə. Bunu isə biz Misir mədəniyyətində öyrənəcəyik. Aha, gəlin onların həyatından, yaşayışından danışaq. Şumerlər, yəni xalq olan Şumerlər iki çay arasına həmən əraziyə gələndən sonra buranın mənzərəsi dəyişdi. Şumer xalqı əməksevər idi, səhraları, susuz çölləri əkin sahələrinə, otlaq sahələrinə çevirdilər, yaşayış üçün yararlı əraziyə çevirdilər. Erkən Şumer cəmiyyətində yaşayan insanların yüksək şüuru var idi. Əməksevərliyi var idi, təşkilatçılığı var idi. Baxın, erkən Şumer cəmiyyətində müxtəlif işlərə rəhbərlik etmək üçün bir başçı seçilirdi. Harda seçilirdi? Xalq toplantısında. Yəni burada hakimiyyət atadan oğula keçmirdi hələ ki. Xalq yığışırdı, bir nəfəri başçı təyin edirdi. Başçının göstərişləri vaxtında və dəqiq yerinə yetirilirdi. Hər bir şəxs gördüyü işin icmaya xeyir verdiyini dərk edir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Aha, Şumerlər çay daşqanlarından qorunmaq üçün Misirlilər kimi bəndlər tikirdilər. Suvarma kanalları, arxlar çəkirdilər, su ehtiyatı yaradırdılar və suyun bolluğu sayəsində torpaqları əkib becərirdilər, müxtəlif buğda, arpa, tərəvəz yetişdirirdilər. Duluz çarxı haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, saxsı qabları istehsal etmək üçün duluz çarxı kəşf olunmuşdu. Sonradan isə duluz çarxı əsasında Şumerlər ilk arabaları yaratmışdılar. Təkərli arabaları yaratmışdılar. Həmin bu arabalar onlara yük daşımaqda köməklik göstərirdi. Onlar balıqçılıqla məşğul olurdular, ovçuluqla məşğul olurdular, heyvanları qamışdan hörülmüş tövlələrdə saxlayırdılar. Yaşayış yerləri suya yaxın ərazilərdə olunurdu. Evləri lildən hazırlanan çiy kərpicdən tikirdilər və s. Baxın, bu hissədə mən nələri özümə qeyd götürdüm? Onları dəftərinizə qeyd edin. Aha, gəlin xurma palması haqqında danışaq. Bu ağac hündür idi, qalın gövdəli idi. Amma nə tikintiyə yarayırdı, nə də oduncaq kimi istifadə etmək mümkün idi. Lakin onun xurması yüksək kalorili idi. Bu bitkidən Şumer cəmiyyətində səmərəli istifadə olunub. Hətta tarlada onların kölgələrindən istifadə olunurdu, o yarpaqların. Xurma çəyirdəkləri yağlı olduğundan yaxşı yanırdı və uzaq məsafəyə odun aparmaq lazım idisə, onlardan istifadə olunurdu. Bu QR kodu oxudub Uruq şəhərinin görüntüsünə baxa bilərsiniz. Daha sonra işin düzgün təşkili, birgə fəaliyyət, əmək alətlərinin təkmilləşdirilməsi məhsuldarlığı artdırdı. Məhsullar artıq qalandan sonra insanlar onu mübadilə elədi. Məsələn, əkinçi, sənətkar, maldar bir-birlərinin mallarını dəyişirdilər. Qəbilə və tayfaların daxilində sənətkar, tacir, dini məsələlərlə məşğul olan xüsusi insanlar, kahinlər yarandı. Şumerlər eramızdan əvvəl 4-cü minilliyin əvvəllərində mis filizini yüksək temperaturda qızdırıb təmiz mis əldə edirdilər. Onlar əridilmiş mis, qızıl və gümüşü qəliblərə töküb, ondan müxtəlif bəzək əşyaları, silahlar hazırlayırdılar. 4-cü minilliyin ortalarında Şumer sənətkarları tunc əldə etməyi öyrənmişdilər. Görək Şumer şəhər dövlətləri necə yarandı? Baxın, şəhər dövlətləri. Təsərrüfatın bütün sahələri inkişaf etdi, iri yaşayış məskənləri yarandı, əhalinin sayı sürətlə artdı. Bu məskənlərdə yavaş-yavaş ilk şəhərlər yarandı. Şumerlərin ilk şəhəri Eredu sayılır. Hətta Eredunu demək olar ki, ilk şəhərlərdən biri hesab etmək olar, nəinki Şumerlərin ilk şəhəri. Sonradan bu şəhərlər Uruq, Kiş, Eredu, Dippur şəhər dövlətinə çevrildi. Nə vaxt? 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəllərində. Artıq bu şəhər dövlətlərinin
Hakimiyyət orqanı, qanunları, məhkəmə sistemi, ordusu var idi. Şəhər dövlətlər adətən bir tanrının şərəfinə ucaldılan zikkurat adlanan məbədin ətrafında yaranırdı. Yəni onsuz da bilirsiniz ki, qədim dövrdə şəhərlər ya qalaların ətrafında yaranırdı, ya ibadət evlərinin, xüsusi məbədlərin. Şumer şəhər dövlətləri isə məbədlərin ətrafında yaranırdı. Zikkurat 3, 5, 7 mərtəbəli məbədlərdən ibarət idi. Ən hündür mərtəbəsində ibadət evi var idi. Hətta bəzən buradan səma cisimlərini müşahidə etmək üçün də istifadə edirdilər. Dövlətlərin mərkəzi qala divarları ilə əhatə olunurdu. Çünki mərkəz qiymətli ərazi idi. Mərkəzi müdafiə etmək üçün ətrafında qala divarları hörülürdü. Şəhərlərin daxilində sənətkarlıq ticarəti inkişaf edirdi. Amma qala divarlarının çölündə isə adətən əkin və otlaq sahələri olurdu. Şumer şəhər dövlətlərinin ətrafında əla təşkil edilmiş suvarma sistemi mövcud idi. İlk vaxtlar Şumerdə dövlətin mühüm məsələlərini azad əhalinin iştirak etdiyi xalq toplantılarında həll olunurdu. İlk vaxtlar. Şəhəri və dövləti idarə edən ağsaqqalları və başçıları en adlanan kahini xalq təyin edirdi. Yəni ilk vaxtlar kim idarə edirdi bu əraziləri? En adlanan kahin. Bu kahini kim seçirdi? Xalq seçirdi. Sonralar isə kahinlərin vəzifələrinə başqa vəzifələr əlavə olundu. Onlar həm də şəhərin təsərrüfat həyatını, suvarma, məhkəmə sistemini idarə edirdi və onların vəzifəsi artıq ensi adlanırdı. Daha sonra nə oldu? Ensi. Amma müharibələr artdıqca əhali hökmdar və hərbi başçı olan Luqalı seçirdi. Demək, daha sonra ensi, ən sonda isə hansı vəzifə yarandı? Luqal. Niyə Luqal vəzifəsi daha çox öz yerini tuta bildi? Çünki müharibələr artdı. Müharibələr nəyə ehtiyac yaradırdı? Hərbi başçını seçməyə. Əvvəllər suvarma kanalları, çay vadiləri üstündə başlanan toqquşmalar müharibələrə çevrildi. Müharibələr iki çay arasında hakimiyyətə sahib olmaq uğrunda gedirdi. Müharibələrin sayı artdıqca Luqaların hakimiyyəti möhkəmləndi. Onlar en və ensinin vəzifəsini öz əllərinə aldılar və yavaş-yavaş hakimiyyəti öz övladlarına ötürdülər. Yəni xalq toplantılarında seçilən vəzifələr artıq necə ötürülürdü? İrsən ötürülürdü. Hakimiyyət bir nəfərin əlində cəmləşirdi. Yüzillər boyu müharibələr davam etdi. Heç bir Şumer şəhər dövləti üstünlük əldə edə bilmədi. Əksinə onlar zəiflədi. Əksinə Şumer xalqının sayı azaldı. Nəticədə Ərəbistan yarımadasından gələn tayfalar Şumer şəhər dövlətlərinin ərazilərini ələ keçirdi və bayaq sadaladığım Ur, Uruq, Kiş, Eredu adlı Şumer şəhər dövlətləri öz müstəqilliyini itirdilər. Uşaqlar, ümid edirəm ki, dərsi başa düşdünüz, mühüm yerləri özünüzə qeyd kimi götürdünüz. Növbəti mövzuda isə sizə Şumer mədəniyyətini izah eləyəcəm. O mövzunu da izləməyi unutmayın. Sualınız olarsa, təklifiniz olarsa, mütləq rəylərdə yazıb mənə bildirin.